və 11 nömrə Emanuel Aday. Qurban Qurbanov Qarabağın baş məşqçisidir. Oyun başladı. Azərbaycan kubokunda, ölkə kubokunda bu mövsümdə yarımfinal mərhələsinə məhz bu oyunla start verilir. Ayaq arası keçid alınmışdı. Toral Bayramovdan Musa istiqaməti dəyişir. Heç baxmadan, görmədən əla alındı. Çox yaxşı idi alındı. Kaşyukun zərbəsi. Zədələndiyi ana qədər start 11-liyində meydana çıxırıb. Uzaqdan zərbə təhlükəli idi Ülvi İskəndərov. Buna rəğmən qapıya baxdı. Sol ayağı ilə uzaq məsafədən bax belə təhlükəli zərbə ilə yadda qaldı. Araz Naxçıvanın 7 nömrəsi Ülvi İskəndərov. Nunu topu ötürür. Benzia, orada yıxılan futbolçu var. Araz Naxçıvan tərəfi etirazını bildirir. Baxırıq təkrara. Benzia idi deyəsən hadisələri mərkəzində olan və maraqlıdır. Bax, bu epizoda görə bu toxunuş nəticəsində Araz Naxçıvanın futbolçusu yıxılmışdı. Yusuf Paro idi orada. Fərqli rakursdan baxaq. Benzia topu uzaqlaşdırmağa çalışarkən əslində rəqibini də görürdü. Yəni rəqib geridən gəlib birdən-birə peyda olub. Aha. Vara baxmağa gedir. Bax, bunu nəzərdə tuturdum. Həqiqdən də baxılası epizodu idi məncə. Və qərarı gözləyirik. Fikir verin. Paralel şəkildə gedirdilər. Yəni Benzia orada görməli idi Paronu. Paro ayağını uzatdı. Benzia'nın bu texniki səhvi idi. Rəqibinin ayağına zərbə vurdu. Ehtiyatsız qayda pozuntusudur. Yəqin ki bu. Amma penalti oxşuyur. Bəli, təyin edildi. Topun yanındadır və Felipe yenə də Qarabağla görüşdə qol vura bilər. İşarə verilir. Çempionatın son oyununda qol vurmuşdu. Felipe Santos yaxınlaşır. Santos və 1-0. Araz Naxçıvan bu görüşdə hesabı açır. Felipe Santos yenə də Qarabağa qarşı oyunda qol vurur. Demişdim, bugün Felipe yəqin ki daha xüsusi istəkli olacaq. Xüsusi motivasiyayla oynayacaq. Üçüncü dövrədə çempionat oyununda keçirilən görüşdə 26-cı tura təsadüf edən oyunda Araz Naxçıvan Qarabağa 1-3 hesabı ilə məğlub olarkən Felipe Santos həmin oyunda da fərqləməyi bacarmışdı. Və bugün də qol vurdu. Buntic topu irəli vurur. Qara bu dəfə Yanko ilə mübarizədən qalib ayrılır. Nunu'nun uzaqdan zərbəsi Nunu Rodriguez. Baxımlı qol vura bilərdi. Daha da maraqlı olmağa başlayır. Araz Naxçıvan cari mövsümdə Misli Premyer Liqasında geridə qalan hər üç şəxsi oyunda Qarabağı uduzmuşdu və bugün Araz Naxçıvan Marko Yankoviç ötürmə edildi. Çox təhlükəli alınmışdı. Baxırıq. Yaranmış bu düyünü açmağa çalışır Qarabağ komandası. Müdafiəni yarmağa çalışır. Santos müdaxilə alınmadı. Ötürmə edildi Igor Ribeiro. Emanuel Aday'nin zərbəsi. Uğursuz zərbə alınır. Araz Naxçıvanın əks hücumunu izləyə bilərik. Felipe Santos sol tərəfə baxa bilər. Ötürmədə edildi. Paro topu daha sol ötürmək olar. Yusuf Paro'dan Ülvi İskəndərova. Ülvinin zərbəsi və Buntic. Baxırıq. Felipe Santos çox yaxşı oynadı burada. Topa gələndi. Biraz pauza etdi. Gözlədi ki soldan gələnlər qoşulsunlar. Paro da Ülvi ilə tam vaxtında oynadı əslində.
Və ötürməni verərkən gördüyünüz kimi orada əzələsini dartdı Yusuf Paro. Və Ülvi İskəndərov bir qədər bucaq daralmışdı burada. Hüftə sonu Neftçi ilə oyuna təsadüf etdi. Həmin görüşdə 90 dəqiqə meydanda olmuşdu bu arada. Müdafiədə səhv. Santos. Felipe Santos'dan ötürmə. Ülvinin zərbəsi top qapı dirəyinə deyir. Ülvi İskəndərov yenə də fərqlənə bilmədi. Gəlin baxaq təkrara. Emanuel Aday'ın kobud səhvi. Rəqibə hədiyyə Aday hədiyyə vermişdi orada. Emanuel Aday. Felipe'nin ötürməsi. Ülvi maraqlı zərbə idi, aşırma zərbə idi. Topu qapıçının üzərindən aşırtdı. Amma top qapı dirəyinə dəydi. Bəxt burada Qarabağın üzünə güldü. Baxımlı qol vurmaq istəyir. Yankovic. Toral oynuyor. Emanuel Aday. Mərkəz ötürmə yaxşı alındı. Benzia'nın zərbəsi. Qeyri dəyildi. Yasin Benzia. Kadi, gözəl hərəkət. Kadi! Avram! Uçaraq bu topu çıxarır Cristiano Avram. Keçid gözəl alındı. İnamsız görünürdü Cristiano Avram, amma bugün Avram uğurlu oyun keçirir. Daha bir ötürmə edildi. Qarabağın hücumu davam edir. Zərbə vurmaq mümkün olacaqmı? Zərbə də vuruldu. Leandro qapıya düşə bilmədi. Sürətlə irəli şığıyır. Benzia deyəsən zərbəyə hazırlaşır. Alınmadı. Bu dəfə də zərbə alınmadı. Sol tərəf ötürmə. Toral hücuma qoşulmuşdu. Baxaq təkrara. Son həmlə ola bilər bu. Ara ötürməsi yaxşı alındı. Qarabağın hücumu keçmədi. Burada da top keçmir. İmkan vermədilər. Nə qədər çalışsa da Qarabağ bugün rəqibin müdafiə xəttini yara bilmədi.